Allah Teala buyuruyor ki: "Ela inne evliya Allah la khawfun aleyhim ve la hum yahzanun." Allah'ın evliyaları o kəslərdir ki, onlara qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Yaxşı, necə mən bilərəm ki, sən övliyasan, mən övliyalardan sayılırım. Allah Teala özü bu ayədə təfsir eləyib, şərh eləyib. Əllezine amenu və kanu yettaqun. Allah'ın övliyaları o kəslərdir ki, Allah'a iman gətiriblər. Görmədən. Elə buna görə də Allah Teala görmədən iman gətirdiklərinə görə möminlər Allah'ı özünü görməyə onları ikram eləyəcək cənnətdə. Allah'ın övliyaları kimlərdir? Allah'a iman gətirən və kanu yettaqun. Və onlar Allah'tan qorxurlar. Hər bir hallarında, Allah'la tək qalanda, insanların içində olanda, hər bir halında Allah'tan qorxandır. Varlılar çoxlu neymətlərə sahib olmaq deyil. Ən varlı insan Allah'ın iman verdiği insandır. Allah Teala kime iman veribsə, kimin qəlbində o imanı bəziyibsə, vallahi ona dünya ve ahiret xeyirlərini verir. Mən amilə salihən min zəkərin əv unsə və huvə mu'min. Allah Teala deyir ki, mümin olarak, mümin olmasan ne edirsənsə et. Heç bir şeydir. Dünyada ve ahirette mümin olarak salih əməl edən kişilər və qadınlar nə olacaq? Fələnuhiyyənəhu həyətən tayyibə. Gözəl həyat yaşadacaq. Dünyada və ahirette. Dünyada en güzel hayatı yaşayanlar yine müminlerdir. Niye göre? Çünkü dünyaya geldiği məqsədi bilir. Ne için dünyaya gelip? O məqsədi bilir. O məqsədi yerine getirir. O məqsədə doğru gedir. Hara? Qəbrə tərəf, ölümə tərəf. Ve ona göre Allah Teala onu böyük xeyirlərlə mükafatlandıracaq.